Dostlar, hamıya salam, sizinlə kimdir? Nanola SMR'dir və bu günləri bizdə dolmamız, burada bibərdə dolma var, ortadadır və burada kələm dolması, smetanımız, burada salatdır, xiyardır, pomidordur, günə baxan yağıdır və qırmızı soğanımızdır, ayrandır və meyvələr, acılı bibər, əlbəttə hara acılı bibərsiz. Axırı vaxtı dəhşət çox acılı bibər yeyirəm. Yeyək. Gəlin şəkil çəkdirək. Все. Çok tatlıdır. Möhtəşəm. Mamanın, nənənin dolmasını çox sevirəm. Məncə yeni eynəyimi gördünüz. Yeni deyəndə məndə o qədər eynək var evdə. Heç birini geyinmirəm. Əslində bunlar hardasa bir il bu eynəyi taxdım və dəyişdim. Yəni və belə eynəklər dəhşət çoxdur. Dedim ki, kadra mən niyə geyinmirəm, bunu taxmıram daha doğrusu. Və bu günlərin haqqında danışmaq istəyirdim. Məncə öncədən temanın adını oxudunuz. Gördünüz söhbət harda və necə olacaq. Dünən yox, sırağa gün getmişdim ölçülüyə. Axırda saxlayayım bunu. Heyecanlıydı mənim üçün. 2 dəfə cəm elçiliyi olmuşam, bu ikinci idi. Birinci daim qızımın elçiliyinə getmişdim. Ama biz getməmişdik də, kimisi əlini istəməyə gəlmişdi və bizim əlimizi istəməyə. Bu dəfə biz getdik. Birinci çox həyəcanlıydı, dəhşət. Amma ailə bizi o qədər isti qarşıladı ki, yəni mən doğrudan da az halda amma özümü elə bil öz evimdəki kimi hiss elədim. Çox gözəl ailə idi. Mənə çoxları yazdı. Ay sən niyə nişan hərini çəkmədin? Orada kamerayla qızlar çəkirdilər. Daha doğrusu qızı çəkirdilər. Kimi ki gəlmişdi əlini istəməyə. Amma mən oturum belə ki, mən YouTube'a qoyacağım belə elə. Düzdür, nişanı çəkəcəm. Mənə zapret yoxdur ki, qız düşməsin və yaxud da nə, icazəmi almışam. Nişanda hər şey çəkəcəm. Stolu çəkəcəm. Kim icazə versə onları çəkəcəm. Məncə həri 2 ailə arasındadır. Oturup stol çəkmək və yaxud da nəyi çəkmək, yəni mənə görə, mən demirəm ki, bu ümumiyyətlə düzgün deyil, mənə görə düzgün olmazdı. Stol möhtəşəm idi.
Hər şey tam düşünülmüşdü. Ora necə başa düşdüm, hansısa bir kampaniya gəlmişdilər, hər şeyi bəzəmişdilər. Amma yeməkləri necə başa düşdüm, yəni tam mən danışmamışam, bilmirəm. Özləri hazırlamışdı. Həm barmaq qoymağa yeri yox idi. Ailə özü hamısı çox mədəni, gülər yüz. Ən çox bəyəndiyim bilirsiz nə oldu? Babası. Babası çox mənim babamı xatırlatdı. Əslində elə bilirdim, çox belə strogi. Necədir? Yadımdan çıxdı Azərbaycan dilində. Amma ki doğrudan da çox deyib gülən idi. Gözləmirdim elə. Mənə deyirlər ki, qız sənə baxır, sən bilmirsən. Mən bilmirəm. Bəlkə də baxır. Amma ki, xəbərim yoxdur həqiqətən. Bir də qız çox qəşəng idi. Görünüşcə çox bəyəndim qızı. Müasir idi. Ruslarda demişkən, bilmirəm də necə deyim, rıba ni мясо, belə deyil. Məncə prosta biraz öyrəşsə bizim ailəyə tam rahat olacaq. Yəni belə. Mən sizə göstərəndə cütlüyü, məncə siz çox bəyənəcəksiniz. Çox gözəl cütlüydü. Belə. Çalışacağım sizə nişanı tam ətraflı çəkim. Ki məni döyməyəsiniz rəylərdə. Bir də nişana 3 xonça hazırlatdırırıq biz. Uca. Həriyə də gedəndə konfetləri gördünüzdə, yəqin ki vlogda göstərmişdim sizə. Biz hazırlatmışdıq onu. Məncə çox gözəl idi. Yəni konkret ürəkdən hər şeyi edirik. Həqiqətən. Mən çox şit sevmirəm. Heç də. Qızı da canlı ilk dəfə görürdüm. Ona görə həyatda da görəndə gördüm sadədir. Nə cəhətdən bu zərzuban, belə güllü-müllü şeylər sevmir paltarlardan. Mən başa düşdüm ki, mən rahat öz zövqümə uyğun hər şeyi bağlatdıra biləcəm, hər şey eləyə biləcəm. Dəhşət sadə etmirəm, amma ki qəşəng olacaq inşallah. Yenə də konfet olacaq, amma ki tam başqa bir formada. Qalanları da deməyim, bilmirəm, izləyirlər ya yox. Xəbərim yoxdur həqiqətən. İzləyirlərsə
Nə xoşum elə, prosta açmayayım da bütün sürprizləri, az da olsa nəsə qalsın. Qız dəhşət mamasına oxşuyurdu, gülüşü ilə. Göstərərəm, onsuz da ki, bəy və qız masasına otursunlar, biraz rahatlasınlar, yaxınlaşacağım onlara özümdə kamera ilə. Bezdirməyəcəm əlbəttə, özü bir dəfə. Sadəcə mən bilsiz nəyi bilmirəm. Eynə ilə gedim ya yox. Bir də mən məsləhət verim, çox xahişəm. Nişana. Bəlkə bu eynə ilə gedim. Nəyə görə deyirəm? Linzalara allergiyam var. Gözüm qaşınır, ağrıyır, əziyyət çəkirəm konkret. Bir neçə saatdan sonra çıxardıram, çünki əziyyət çəkirəm. Çıxarsam, gözüm axa bilər, makyaj axa bilər, pis güyə düşəcəm. Eynəyi də bilmirəm, nişana normal olar ya yox. Çox xahişirəm. Əməliyyat yazmayın mənə. 29-udur, əməliyyatı çatdırmayacağım. Üstəlik də mənə öz həkimim mənə deyib ki, yəni o qədər də sadə bir şey deyil. Hamının dediyi kimi. Mənim həkimim özü də eynəkdədir. Yəni, daha açıqlayıram sizə. Ona görə bəlkə deyirəm, bu eynə ilə gedim. Yəni, bu eynək bəncə donlara daha yaxşı yaraşar, yox. O qara ilə qırmızını taxmaq istəmirəm. Vəbşə ev eynəyi heç, yəni o vəbşə yox. İki eynəyim var, onlar da belə kvadratdır. Onlar da prama ev üçündür də. Mən hərdən dəyişdirəcəm. Yəni qalır ancaq bu və qara ilə qırmızı. Qara ilə qırmızı məncə o qədər də belə yox. Bəlkə bu. Yenisini də alsam mən bilmirəm nə uyğun ola bilər. Başa düşürsünüz? Ona görə məndə hamısından vardı. Həm qara qırmızı, həm belə yəni də şəffaf. Mənə yazın. Saç düzümü bilmirəm neyniyim. Məsləhət görsəz super olar. Donumu göstərmişəm sizə. Şeydə, vlogda. Baxın, saçımı götürəm, özüm qaldırıram. Yaxşıdır, mən bilirəm ki, belə açıq olanda saçı qaldırırlar. Açıq deyim də, ailə içidir. Biraz belə tam hər tərəflə açıq olmaq istəmirəm. Ona görə saçımı açmaq istəyirəm ki, belimi bağlasın. Orada belə şnur da var, o da bağlayır. O heç. Burası biraz özünüz bilirsiniz ki, pencəyi də almışam. Ona görə qalmışam belə saçımı yığım. Yığsam necə yığım? Burum. Keçən dəfə də mənim ustam dedi ki, sən buruqların sən istədiyin kimi qalmayacaq. Mən bururam, mən də görürəm ki, mən ucu saçımı uzanır və istədiyim kimi qalmır.
Striçkanı da eləmirəm ki, çünki mən belə sevirəm. İtalyanka. Nədir onun adı? Pričoska yığsam, yəni ürəyim istəsə də biri o yandan çıxacaq, biri bu yandan çıxacaq, ya da bütün nevidimka içində olacam. Ona görə mən kəstirmirəm indi. Çünki pričoska yığsam saçım bəs eləsin yığmağa, nəsə qoydurmuyum. Bursam da, məsəl üçün qısa saçı bursan gəlir burada durur. Mənim saçım da gəlir burada durur. Halbuki yəni mənim göbəyimdən də aşağıda. Ona görə məsləhətləriniz varsa, çox xahiş edirəm, mənə deyin. Və yaxud da mənim Instagramıma takip sizə şəkilləri ora atın. Mən baxaram mən. Mən çox önəmlidir. Ucu 29-udur, yəni gələn həftə. Please. Çanta və ayaqqabı seçməmişəm. Gedəcəyik, hər vlog çəkəcəm, sizə seçəcəm. Bilmirəm hardan alım. Çantanı Aldo'da görmüşdüm. Ürəyim getdi, çox gözəl idi. Bir dənəsi qalmışdı, xanım götürür Zamako, Aldo'da belədir də, yəni verməmişdən qabaq, sən paketə qoymamışdan qabaq hər şeyi yoxlayırlar. Gördüm ki, Zamako başladı işləməməyə. Belə eləyir. Dedim, yo, mən istəmirəm, yenisini verin. Bu da polkada duran idi. Bir axırıncı da. Ayda mən gic olmadım. Belə sumkaydı ya. Qulpları da çox uzun. Bildiniz, necə qısa yox. Uzun, o qədər gözəl qalırdı belə baget formasına. Ay Allahım, çox qəşəng idi. Dəli olmadım mən. Heç nə də bəyənmədim. Aldo'da çoxları gül çiçəyi, nə bilim, belə qızıllar sallanır o yandan bu yana. Mən belə sevmirəm, şitdir biraz. O ürəyimə o qədər yatdı. Onun qara rəngi var idi, qaranı bəyənmədim. O elə bir krokodil kimi biri idi də. Çox gözəl idi. Özü yeni kolleksiya idi. Dedim ki, yeni kolleksiyada bir dənə qalıb. Deyir ki, hamı gəlir onu alır. Xarəbi də mənə qaldı. O üçün məsləhətlərinizi gözləyirəm. Çantalar, ayaqqabılar, məsləhət, yaxşı yerlər olsun da. Bir gün geyinim cırılmasın. Yəni elə olur ki 30 manatlıq, 40 manatlıq ayaqqabı olanda, yəni götürür cırılır. Mən elə ayaqqabı geyinə bilmirəm. Ayağım ağrıyır. Elə yerdən demirəm, bahalı yerdən. Prosta ki yumuşaq ayaqqabılar olsun. Yaxşı keyfiyyətli olsun. Tam dəri olmasa da olar. Yəni problem yoxdur. Prosta ki daş kimi olmasın da, adamın bütün ayağını iti gündən salmasın. Yedim. Yəni burada 4-5 dənə xiyar, pomidor qalıb. Yedim, hesab eləyim. Bunu da demək olar yedim. Uşaqlar, ya gözləyəcəm araylarınızı 100%. Əgər köynə videoma baxmamızsa, bura basıb köynə videoma baxırsınız. Burada loqom var, ora basıb takip ata bilərsiniz. Sabahadək ya o biri günədək əzizlərim.